Herkese salam. Artıq 12-ci gündəyik. Hədəfimizə doğru inamla irəliləyirik. Səhər yeməyi üçün bol zilallı və enerji verən bir menü ilə başlayırıq. Təzə pomidorlarla hazırlanan pomidor yumurta həm çox doyurucu, həm də çox ləzzətlidir. Və yeməyin yanında bol yaşıllıqdan və biberdən ibarət salat hazırlayıram. Bununla yanaşı biraz pendir, zeytun və bir dilim tam buğda çörəyi qəbul edirəm. Və mükəmməl səhər yeməyim beləliklə tamamlanır. Və növbəti qidalanmam ara öynümə qədər çox doyumlu saxlayır məni gün ərzində. Ara öyn olaraqsa bugün yüngül və vitamin dolu bir seçimim var. Kivi, kəsmik və yanında qatıq ilə. Qatığın üzərinə biraz kətan toxumu əlavə edirəm. Maddələr mübadiləsini sürətləndirmək üçün əla seçimdir. Axşam yeməyi üçünsə rəngarəng bir tərəvəz sote hazırlayıram. Soğan, rəngli biberlər, pomidor və az yağlı qiymə ilə. Həm çox ləzzətli alınır, həm də aşağı kalorilidir. Bütün ərzaqların birləşimi isə çox ləzzətli bir qarışım ortaya çıxarır. Servis zamanı isə gül kələminin üzərinə qatıq vurduğumu dadından doyum olmaz və onun üzərinə pişirdiyimiz qarışımı əlavə edirik. İzlədiyiniz üçün təşəkkürlər. Növbəti günlərdə görüşənədək özünüzə yaxşı baxın.